Mercedes yerine Mercedes. Arkadaşlar yani bunun mahiyeti öyle pahalı bir şey değil. Ben maksimum 40-50 geldim. Yakınlaştım. Böyle şeyler edirsiniz. Biz de kalırıq neydi? Problemdə. Gəl indi maşının dərdini axtar tap. Sizə Allah kömək olmuş. Gör nə qalınlıqda doluyub. Elə bir ki, Kuzadan motorxanaya massa verir. Valla bunu qoyanlar. Siz deyib bəlkə də əsl ustalar bunu qoymur. Bunu qoyanlardır sözüm. Bunu qoymuyor. Valla bədbəxt deyilsiz camaat maşına. Sonra biz də bax görsən. Gün orta saat 5-də, axşam saat neçədir? 9-10. İşləyirik maşın dərdinə və axtar tapa bilmiyor. Ne olabilsin burada karot güverifte, hansısa blokta, hansısa işleyicili, hansısa kondensatörü yandırır. İzlemede kalan zərbit olursa takip edin. Otomobil xodlu vəziyyətdədir gördüyünüz kimi. Kondisionerin pəri, petin mexanizmi, hava veren, salonda olan petin motor dediğimiz el arasında. O kolunu 5-ci xoddadır gördüyünüz kimi işləmir. Bir də salon ışığı yanmır. İnşallah həll edəcəyik, müştərimizi təhvil verəcəyik. Gördüyünüz kimi də heç bir aşıq. Son Mercedes panorama çəkmişdim əziz izləyicilər. Bu da polnu xod gördüyünüz kimi, avtomobildə xoddur. Klimat kontrol işləmirdi, bir də salon işığında problem var idi. Maşın xod deyərkən klimat kontrol rejimdə qalırdı, ikinci rejimdə havası zəif püskürürdü. Bir də salon işığı yanmırdı. Biz də bunu təmin etdik.